Səyyar Asan Xidmət avtobusu Qusarda Heydər Əliyev prospekti 119B ünvanında vətəndaşlara xidmət göstərir. Qusarda ümumilikdə 26 dəfə Səyyar Asan Xidmət gerçəkləşib və 56 mindən çox vətəndaş müraciəti daxil olub. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. Xatırladaq ki, Asan Xidmət mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 səyyar avtobus vasitəsilə xidmət göstərilir. Rahatlıqla yaxınlaşdım. Bütün nə lazımdırsa tez bir zamanda xidmət göstərirlər. Hansı ki, Qusarda Asan Xidmət yoxdur deyənə cəmaətə çox rahatçılığı yaradırlar. Çox sağ olsunlar, gəlirlər. Xarici pasportunu dəyişməyə gəldim, vaxtı ötmüşdü. Gəlib rayonumuza Asan Xidmət bizə həm vaxta qənaət elədik, həm də bizə asanlaşdırdı. Sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun.